Onun da Məmməd Arazın yubileyi keçirilir və mən də o yubileyə dəvət eləmişdim. Təbii ki, Azərbaycanın görkəmli yazıçıları, şairləri toplaşmışdı orada. Mən gözləyirdim ki, heç olmasa bu məsələni gündəmə gətirsin də millət olaraq və təsəvvür elə ki, Məmməd Araz Araz şairi kimi, yəni Təbriz şairi kimi tanınıbdır. Ancaq təəssüflər olsun ki, bu günləri bütün dünya Güney Azərbaycanı, yəni İranın başının üzərində oyun oynadığı halda mənim vətənimin, mənim millətimin üzərində oyun oynadığı halda bizim xalq, bizim millət, bizim toplum, xüsusilə özünü ziyalı adlandıranlar susublar. Sanki bunun bizə dəxli yoxdur da. Yəni Güney Azərbaycanın güya İranda baş verən hadisələrin güya bizə dəxli yoxdur kimi dedir. Mən ona görə Məmməd Arazın məşhur şeiri ilə istəyirəm başlayam, yəni bugünkü o hayqırtıya görə. Deyir, ey daşlaşan, torpaqlaşan ulu babam, küləkləşən, dumanlaşan ruhumla sən ayağa dur, səninləyəm. Əl çatmayan, səs yetməyən qədim tarix dərəsindən səs ver mənim səsməsən, sənə gələn, səndən ötən nə idi belə, səndən ötüb qardaşına da idi belə. Bununla mı neçə dəfə ata oğul, qardaş hasalandı, bir şəhərin 5 qardaşın xanlığına parçalandı. O zaman mı bitdi bizim dilimizin sənin mənim qabarı da, o zaman mı bitdi bizim dilimizin haralısan damarı da. Səninləyəm ulu babam, hansı soysuz ata idi, ataların imzasını çəkib ona möhür basan, adınızı dastanlardan oğrayaram, ruhunuzu qıyma doğrayaram. Dəli Domrul, ey Xan Eyvaz, Gizir oğul Mustafa bəy, əgər siz bu məsələ qol çəkdiniz, sonra hansınızsa xalqa gələn bir qəzadan öz başını yana əydiniz. O qəza bir topa dəyib Səttarxanın tufağına yaman dəydi. Məndən ötdü, bunu dedi Bakı xanı, Şəki xanı, Fətəli xan, Kəlbəli xan. Qəza ötsün məndən dedi, ötən kimi mən dedi. Mən dedi bir ölkədə nə qədər xan, onlar mən deyən yerdə sən olmadın Azərbaycan.